məhsuldur. Deyirəm ki, Ha, x niyə bəli, x-dir? tamam, Bax, tamam. x niyə x plus 1 deyil? Ona göre ki o x'tir, ona göre plus 1 değil. Niyə də, niyə? Niyə x? Ona göre ki o sadedir. Mürekkep olsaydı plus 1 olardı. Ay, nə danışırsan? Böldü, parçaladı Allahın üzü var Allah. Ay, Səbi. Ay, Səbi. Səbi. Qulaq az. Mən nə İbn Teymiyye'nin fəlsəfəsi ilə danışmıram. Nə də qabağındakı Alparslan deyil. Qaqacanı Sən Səbi. kəlama deyirsən, o kəlama deyir. Yox, kəlam deyil, bu mütləq həqiqətdir. Bu inkar olunmaz faktdır. Əslində, mən deyirəm ki, Allah Quran-ı Kərimdə mənə özün necə vəsf edibsə, o qədər tanıyıram. Ondan artıq tanımıram və müraciət edib araşdırmaq üçün xodum Orada yazılır. Gayet Səboy. Problem da orada yoxdur. Ona görə sən mənim boynuma qoyma ki, sən x plus 1 eləyirsən. X plus 1 mürəkkəb varlığa gedir. Biz deyirik ki, Allah bəsitdir, mürəkkəb deyil. Yox, başa düşdüm. İndi də x-dir də. X plus 1 də y olacaqdı. Y olanda da sadə olacaqdı. Mən deyirəm ki, niyə x-dir deyil? Trigonometrik funksiyalara keçmək deyirəm ki. Yox, y olanda sadə olmayacaq. Səbuhi. Ay, Səbuhi. Elmi əsası yoxdur. Y olanda sadə. Bir dəqiqə. Sən fərziyyə üzərindən, fərziyyələr üzərindən təxəyyülün məhsulu şuur altında formalaşdırdın. Elmi əsas təkamülə gətirirəm, qəbul eləmirsən? Yox, şuur altında formalaşdırdın. Şuur altında formalaşdırdın. Bir şeyi mənə vəsf edir, fotorobot çizirsən, mən də bu ilə razı deyiləm də. Sən bundan əslində məcbursan razı olmağa. Sən bir də fotorobot çizirsən. Vəssalam. Əslində məcbursan razı olmağa, prosta dinin imkan vermir. Rəşid, amma doğrudan da əhl-i sünnənin bu barədə danışmağı, yəni belə deyək də, dünya arenasından bu barədə danışa bilməzdir. Bax, Vüqar qardaş, İbn Teymiyyə sənə də qəşəng cavab verir əslində, ay Vüqar. Bax, sən saf ağılla Tanrı dizayn eləyəndə ona kəlam sifəti verməyə səni nə məcbur eləyir? Vüqar, niyə danışa bilməz əhl-i sünnət bu barədə? Sual verdim, ay Səbuhi, sual verdim. Görmürsən, cavab verəmirsiniz da, qardaş, cavab verəmirsiniz da. Mən sənin üçün, mən bugün saat 5-də imamlardan bu suala cavab verəcəm. Hələ bu biraz xoş, belə eləmişir, rahat danışır. Biraz radikal danışandan bax ki, 2 vur 2 Yox, bir dəqiqə, səbirli ol. Yox, kakoy privet, takoy atvet. Mən rəşdi xətrini çox istəyirəm. Yox, takoydan getmir, söhbət elmi mühadirədə, elmdən... Səbirli ol bir dəqiqə. Radikal danışan, uzaq başı, Rəşidin sözlərinə layə, bunları əlavə edə bilər. Mən prosta səbirsizəm, ay Vüqar. Mən radikal danışmıram. Səbuhi mən tanıyıram. Rəşidin sözlərinə nə əlavə edəcək ki? Bundan fərq. Ayə, eşit, ateistlərlə... Elə deyirəm Səbuhi. Danışılmazdır. Dünya pəncərəsində elə deyirəm. Qaldı ki... O qədər daş ellənir qabağında. Bu məsələni axşam qərinələri ilə mən sənə Əhl-i Beyt Aleyhisselamdan Nəyi, hansı məsələn? Əhl-i Beyt Aleyhisselamdan gətirəsən ki, deyil Allahın əli məsələsi, Allahın görmə məsələsi, Allahın, cənnətdə Allahın görünmə məsələsi. Yox, eləyənməsən, Allah hamdolsun eləyənməsən. Çünki sən hədisdə də belə məzaza getmirsən. Məzaza getmədikcə Allaha if verəsən. Məcaz nədir? İmam deyir, Allah əli ilə palçıq qarışdırır. Bunun harasında məcaz var? Səbuhi, sən bunu sübut elə. Hansı laboratoriya? Seyid Vüqarın laboratoriyasına. Sən bunu sübut elə, Səbuhi. Sən bunu sübut elə, şiəlik gözümüzdən düşəcək sənə. Bunu sübut eləməlisən sən. Sən şiələr desələr ki, Allahın əli var, söhbət öldü. İmam elə söz deyibsə, getdi şiəlik. Bax, bu məsələdə rafizilər usulilərdən ədalətli birisidir. Rafizlər nə deyir? Deyir ki, Allah şahiddir. Allah hədisə bərəkət versin. Hədisi həvalə edirəm. Başım qaynatmadı, hədisi həvalə edirəm. Şey məsələsində həvalə eləyənməz, əqidə etiqat məsələsində həvalə eləyənməz. Niyə eləyə bilmir ki? İndi bir hədis gətirsə ki, Allah 2 dənədir, imam belə buyurub, hədis qəbul həvalə eləyəcək. Allah 2 dənədir, hədisi yoxdur axı.
Deyirəm, yəni sual verirəm. Elə Deyirəm, ona bərabər küfürlər var da. Olmayan bir şeyi olan bir şeye qiyas edə bilmərsən. Niyə? Ona görə ki, qardaş, and olsun Allah'a, hədisinə, bax sənə bir dənə söyləyim. Hədisi anlamadan etiqad qurmaqlıq vəhabiyyətə bənzər. bir nömrəli qanun sənin etiqadında qiyas bütün bablarında qadağandır. Sən niyə qiyas edirsən ki? Qiyassız həyat olar. Qisasda yox, qiyasda həyat var. Səbu, siz deyirsiniz qisasda həyat var. Mən deyirəm qiyasda həyat var. Həyat elə qiyasın üstündə qurulur. Rəşid, katalizatorluq eləmədən, qutarmadan Özüm ölüm qiyasda həyat var, qisasda yox. bir dəqiqə qulaq as. Yox, doğrudan da mən bunu doğrudan səmimi deyirəm. Allaha and olsun. Yəni Səbu, sən deyə, yəni zarafat yana da yoxdur. Doğrudan da dünya arenasından əhl-i Allah tanımaqlıq haqqında danışa bilməz. Aləmlərin Rəbbi şahiddir ki, dünya arenasından heç danışmıram. Azərbaycandakı əhl-i sünnətin 90%-i Allahı tanımaqdan ötəri gəldilər, əhl-i sünnət oldular. Sənin etiqadın. Nabaro deyib, vallah yox. Yox, nabaro. Bunlar çıxdılar, nə var? Tanımışdılar ki, oradan çıxdılar. Vüqar Cəfərli. Vüqar Cəfərli. Elə bir şeylər var ki, söz düz deyil, yer düz deyil. Yer düz deyil, söz. Əqidə və etiqadıma tərs sözdür deyə ona görə. Məsələ burasında ki, mən bunu dəfələrlə öz praktikamda görmüşəm. Bu az bir praktikamda görmüşəm ki, mənim həmişə Rəşid, mən xətrin istədiyim bir oğlandı, Rəşid içində həmişə dua edirəm, ya Rabbi, bu əxlaqlı bir kişidir, cavan oğlandır, bunu islah elə. Bu mənim Rəşidə olan mövqeyimdir. Mən Rəşidi çox... Mən də amin deyirəm bu duaya. Başqa söz deyirəm. Mən deyirəm ki, Rəşidi çox istəməyimlə yanaşı, Rəşid mənim etiqadımı daban-dabana ziddir. Dolayısıyla misal üçün, Rəşid ateistdir, mən bir ateistin üstünə gedirəm. Bunu çox görmüşəm ki, şiə ateist tərəfdən mənə hücum. Bax, sən bu diktatorluğun şeyini bilirsən, tərifini bilirsən. Nəysə, bitti. Qutarlıq. Yox, bir dəqiqə sənə bir söz deyim. Diktatorluq bilirsən nədir? Yox, xeyr, o deyil. Diktatorluq bilirsən nədir? Öz inancını qarşı tərəfə dəlilsiz, subutsuz, çatdırmaq istəyənə diktatorluq deyir. Vüqar Cəfərli, İslam dininin əhkamları, üsulü, fürusi, fərqi yoxdur. Təkəbbürlükdən də Allaha sığınıram. Sən yox ha. Necə yəni usulü, fürusi fərqi? Üsul xəttinin savadlıları mənlə danışa bilməz. Yox, inat başqa şeydir, danışamaz. Yəni sən mənim üçün inkar edən bir kafirdən o yana bir şey deyilsən bu babda. Olsun, mən demirəm sən mənim müsəlman gör. Bu babda. Çünki sənin etiqad qardaşın ədalətlisə səni təsvir eləməlidir. Ədalətli. Mən əl-sünnətində durdum qıraqda. Sənin əqidə qardaşın. Azərbaycan yığışsa, bütün əgər ədalətlidirsə, bu mövqedə səni təsvir eləməlidir. Bax, qulaq as. Əgər təsvir etmirsə, o halda bu dünyada kafir yoxdur. Yaxşı, bax, bütün nə qədər dünyada şiyə varsa, tönüb mənim Allah tanımaqlığımın əleyhinə danışsa, yenə rahatsız olmaram. Siz Allah tanımırsınız da ki, yəni siz deyəndə səni nəzərdə tutur, amma sən və sənin fikirdə olanlar, siz Allah tanımırsınız. Eybi yox, nə olur, sən belə deyirsən, mən də belə. Arabi, siz deyirsiniz ki, imam desin. Allahı tanımırlar. Səbu, həqiqətən ciddi deyirəm. Allahı siz tanımırsınız. Mən bundan razıyam. Çünki bu etiqadda. Səbu, nəyə görə deyirəm? İmam desində söhbət orada o deməkdir ki, birinci hədisi araşdırmalısan. İkinci, sən əgər etiqad edirsənsə ki, o imam deyib ki, Allahın əli var, mən o imamı da qəbul eləmərəm. Ləğv edirsən. Səbuhi, məsələ burasındadır ki, əxi. Bir də qoğasın. Allah Subhanahu taala Quran-Kərimdə Resulullahın dilindən xitab edir ki, Rəbbimin bir övladı olsaydı ona ilk itaət edən mən olardım. Biraz nağıla meyillisiniz da, Quran haqqında nağıla meyillisiniz. Ayə deyirəm, sənə nağıl nədə ki? Bildim, heç o ayəni fəhm eləmirsən, qardaş. Mən deyirəm ki, sən deyirsən ki... Kamal Heydəriyə qulaq as bu ayə haqqında. Sən deyirsən ki, Vüqar, əgər imam... Gör nətər deduksiya çıxardır, məntiq çıxardır bu ayədən. Bilmədin, nə deyirəm? Deyirəm ki... Yaxşı bildim mən gözəl bildim. Bax, sən nəfsini ilah etmirsən. Bunu bil. Oldu, mən çıxıram, Allah hər bir dənə bunu deyim çıx. İslah eləsin.
Mənim canım ciyərimsiniz, baş tacımsınız. Sizə qarşı səsimi yüksəltdimsə, bu mənim nəfsimdəndir. Haqqınızı halal edin. Mən heç kimin üstünə qışqırmaq kimi bir haqqım Ay yox. sən qışqırmaq zad yox deyil burada. Mən səninlə danışanda bu da mənim nəfsimdəndir. Nəfsimdəndir. mən neçə nəfəri görürsən ki, yayında danışa bilməyəndə atıram aşağı. Çünki bilirəm ki, mən onunla danışsam onun xətrinə dəyə bilərəm. Amma səndən rahat o biraz belə o səbirsizliyi səndən eləyə bilirəm də. Ən azından deyirəm ki, səbi məndən inciməz belə danışanda. Əgər həddimi aşıramsa... Yox, mən sizdən inciməz. Siz məndən inciməz. Səsini onu qaldırdım o babdan. O babdan, Çox adamı ona görə. Bax, bugün də Hüseyin qardaşı. Haqlı olmağım qışqırmağıma zəmin yaratmaz. Mən bunu elədimsə, bu mənim. Bugün də Hüseyin var. Bax, sizin fikirdə Hüseyin 20 profili var. Bax, o qardaşı da bugün günorta bilmədim nə deyəm, atdım aşağı həqiqətən də. Dedim ki, Hüseyin, danışmaq istəmirəm sənə. Vallahi mən deyirəm ki, birdən sizə xətrinizə deyək. Oldu, özünüzü qoruyun. Yox, mən elə eləyəndə atıram aşağı, özümü saxlaya bilirəm. Atıram aşağı ki, söhbət uzanmasın. Ola bilər ki, səbirsizliyə gedir də. Məndə o, həqiqətən o həyat tərzidir məndə. Mən o qəbul eləyə bilmirəm. Bir adam mən. Bunu da deyim, qardaş, bunu da deyim, bir bax. İstəyirsən sünni olsun, istəyirsən şiə olsun. İstəyirsən usul olsun, istəyirsən əxbar olsun. Heç kimin inancına sayğısız yanaşmıram, yəni hörmətsiz yanaşmıram. Mənə nə var kim hansı etiqadda? Ən azından mən demirəm, mənə də sayğı göstərin. Vallahi heç onu da demirəm. Amma bir dənə buna yəqiniz olsun ki, mənim kiminsə etiqadında, nə bilim, allergiya, mən nə bilim, nəsə bir narahatlığım heç nə yoxdur. Çünki mən tanıdığım Allahda, mən etiqad elədiyim İslamda, yəni özüm tapdığım o İslamda bu şeylər ola bilməz. Mənə var qardaşım, sən o Quran ayəsində nə tər deyir? Quran ayəsi nə tər deyir? Tezdir. Sizin inandığınız sizə, bizim inandığımız bizə. Belə də hara getdi bu Səbuhi? Səbuhi düşdü aşağı, yoxdur canım. Eyb yox qardaş, Allah kömək olsun. Səbuhi gedir. İtiqadda olub insan cəmiyyət arasında olmaq doğrudan da ağır məsələdir, onu da deyim. İnsanlar tərəfindən Səfil məsələ. yanlış anlaşılır qardaş. Mən bilsən nə olmuşdum? Bir dəqiqə danışıram düşəm. Mən bu fikirlərdən artıq ateistliyə gedirdim. Heç Allah şahiddir. Nətər yana Allah məndən orada hə alıb, yox alıb, nə bilim axı, nə eləyib, nə qərib. Otururdum, fikirləşirdim, düşürdüm Bakının küçələrində, belə baxırdım. Ondan sonra bir dənə fəlsəfəçi ilə tanış oldum, qardaş, baxdım, gördüm, dinin elə həqiqəti buradadır. O dinin gözəlliyi deyil, o fəlsəfənin gözəlliyidir. Ay. Yox, yəni bu dinin... Vallahi mən sənə bir şey deyim, sən özünü anlatmısan, elə sizin filosoflarda ömürlərini həsr eləyiblər bu dini mətnləri fəlsəfəyə uyğunlaşdırmağa çalışırlar ömrünü. Sən də hələ qəbul elə, ona da narahatlığım yoxdur. Yəni demək istədiyim odur ki, onlarla tanış olandan sonra, onlarla danışandan sonra doğrudan da rahatçılıq gəldi mənə. Bəs nə, fəlsəfənin tərifi, qədim tərifində bilsən nə var idi? Deyirlər ki, insan ruhunu sağaltmayan söz fəlsəfə ola bilməz. Bax, o sənin o aldığın, o ruha aldığın mənəvi yaralar var. Fəlsəfə onu sağaltmasa, o fəlsəfə deyil. Görsən sağaldır həqiqətən. İnsanın yəqinliyə din heç vaxt saf şəkildə insanı yəqinə çatdıra bilməz. Səbuhi deyir, yəqindəyəm. Səbuhi yəqinin... Sağlıq mövzusunda çatmışam ama. Bax, mən də onu demək istəyirəm. Səbuhi deyir, yəqindəyəm. Səbuhi yəqinin 180 dərəcə əksindədir bu dəqiqə, həqiqətən. Çünki yəqin inancla olmur. Yəqin qaçınılmaz zərurətlə olur yəqin. Mən etiqadımı belə deyim də, açıq şəkildə qoymuşam araşdırıya. Kim araşdırmaq istəyir, buyursun. Mən niyə bundan narahatam? Məsələ burasındadır da. Mənlə danışmaq istəyəndə, bir iş eləyəndə Məmmədxan da danışır. Deyirəm ki, Məmmədxan, mənlə danışmıyor, qardaş. Bu məntiq sistemi var. Bunu öyrən, bunu bir dənə dərk elə, buna rəddiyə ver, mən keçim sən tərəfə. Mən verə bilmirəm rəddiyə buna. Sən rəddiyə ver, keçim sən tərəfə, qaqacan, razıyam.
Mən axtarıram, mən görürəm ki, bu zəruri Adam nəticələrdir. da savadlı olandır. Tərbiyəli adamdır, ağzından pis sözlər çıxartmaz. Düzdür, biraz aqressiya, biraz əsəbi tonda danışar eləyir, tez-tez danışar eləyir, amma onun tərbiyəsini görməmişəm. Mən də Səbuhidən də görməmişəm. Amma şey demişəm, o bir misal var, o da. Ha, təbii ki, yox, mənim üçün ümumiyyətcə, mənim üçün İbn Sina da o deyil, Vüqar. Aydındır, bilirəm qardaş, başa düşürəm sən. Ona qalsa, o səhvləri eləyən... Fəlsəfə odur ki, özünün düşüncəsi çıxadır ortalığa, yoxsa kiminsə fəlsəfəsi ilə mən oturum, həyat yaşayım, bu da olur. O, bir də ki, fəlsəfə bilməklə, fəlsəfənin yaşamı, bu məntiq mən burada TikTokda dediyim kimi, həmçə uşaqlar deyim, mənim yaxın dostum var, Zaur. Mən deyirəm ki, bir gün Zaura deyəcəm, danışsın ki, mən real həyatda nətər adamım da, nətər insanam. Zaur mənə deyirdi ki, sən lənətlənmisən də, lənətli bir insansan. Belə insan yaşamaz. Belə şey olar, deyirsən, xəstəsən. Deyirəm ki, bu məndən asılı olan bir şey deyil, bu mənim həyat tərzimdir, qardaş. Mən belə yaşayıram həqiqətən. Məntiqsiz heç nə eləyə bilmirəm. Cəmiyyət arasında da bu çox şeyə səbəb olur. Qardaş, çətindir, bu bir şeydə olub cəmiyyət arasında. Çox çətindir. Çox çətindir. Çox çətindir. Həqiqətən bu həyat tərzi çox çətin həyat tərzidir. Bəli. Çox çətindir. Allah köməyin olsun qardaş. Tanıdığıma amin oldum. Allah razı olsun. Sağ ol, qardaş. Sağ ol. Çox gözəl fikirlərim var. Vüqar qardaş, mən sənə deyim, sən çox həqiqətən deyirəm, xoşbəxt olmalısan və insan özünü ancaq belə şeylərlə fəxr eləyə bilər. Özünü inkişaf elətdirdiyi şeylərdə fəxr eləyə bilər. Biri çıxır deyir, mən qaziyəm, fəxr eləyir. Biri çıxır deyir, mən filan kəsin qardaşıyam, fəxr eləyir. Sən özündə yaratdığın şeylərlə fəxr eləməlisən. Sən həqiqətən fəxr olunası işlər görmüsən öz üzərində, Vüqar qardaş. Allah köməyin olsun. Allah razı olsun. Mən ləzzət elədi şəxsən sənin bu fikirlərə həqiqətən. Sən adam var bunu arqument kimi deyir. Mən görürəm ki, sən həqiqətən bunu inkar eləyə bilmədiyin üçün də təsəvvür eləyə bilirsən bunu beynindəki bu nətər bir şey. Yox, qardaş, özə bir dənə söz deyim. Allah'ın olsun, gedəm oturan fəlsəfə kitablarda da oxuyam, bu da olmayıb ha. O zaten belə olur da, məntiq insan bəs Səbuhi nəyi deyir? Mən nəyi deyirəm? Bu obyektivdir, hamı üçün keçərlidir. Buna əlivə bir dənə ipin sapını versələr, bir dənə də onu necə söhmək lazım oldu, onu öyrətsələr, o sapın hamısını sən özün sökürsən onsuz da. Onun getdiyi yolu addım-addım sən də gedirsən. Addım-addım gedirsən. Bax, həqiqətən mən bu dəqiqə bilirəm ki, İbn Sina o imkan dəlilini fikirləşəndə, bu həqiqətə çatanda hansı hisslər keçirdi? Çünki mən də keçirmişəm o hissləri, eyni onun kimi. Bunu əsas məsələ bunu yaşamaqdır. Yoxsa nə var? Kitab oxu, fəlsəfə danışmısan, heç yoxsa? Kimlə? Səccad. Səccad gəlib gedir mənim yayına. Yox, Səccad sənin kimi deyləşir, Səccad başqa. Səccadla da mən razılaşamıram, çox mövzulardır. Yox, Səccad dindardır, Səccad din adamıdır. Qardaş, mən də dindarım, mən də namazda verirəm, amma belə deyək də, amma rahat adamım. Yox, sən əqlə məntiqə deyil, sən dirəşmirsən, sən başa düşürsən məsələni, Səccad başa düşmür, Səccad dirəşir. Səccada deyirəm ki... Səccadla eyni yayında görüşmüşük elə bir. Yox, mən Səccada deyirəm ki, ay Səccad, bax qardaş, sən Allaha duyğular atf eləyirsən, deyirsən ki, Tanrı sevinir, Tanrı qəzəblənir, belə şeylər. Səccad onu qəbul elədi ki... Deyirəm ki, yox, bu sifətlər məsələsində yarımçıq qaldı məsələmiz. Deyirəm ki, Tanrı əgər ona gələn bilgilər doğrultusunda mənə cəza verəcəksə, məni cəhənnəmə atacaqsa, bu mütləq ki, bu Tanrıda dəyişkənlik baş verməlidir. Başa düşürsən, bu dəyişkənlik mümkün deyil. Birini cənnətə atıb, birini cəhənnəmə atacaqsa, bu Tanrı dəyişən Tanrıdır da, qardaş. Bu mümkün deyil, bunu əql inkar edir. Bunu din qəbul edə bilər ancaq. Din deyir ki, cənnətə cəhənnəmə atasan. İndi sən mənə gəlib bunu əqli cəhətdən sübut eləməyə çalışa bilməzsən axı, qardaş. Bunu din deyir, sən buna inanırsan. Bu məntiqin tələb elədiyi cavab deyil, bu dinin verdiyi cavabdır. Bəli. Səccadla ona görə mən bir dəfə öz yayınımda biraz söhbət etdim, sonra yarımçıq qaldı.
Yox. Yox, biraz çətindir əlbəttə. İndi bax hələ. İndi sabah gör mənim adım ilə çıxacaq. Mən birinci də hər iki etiqadımı TikTokda göstərdim. Özüm ölüm möhkəm olur. Möhkəm Birinci də olur. hər iki TikTokda mən öz etiqadımı açdım. Ha istəmişdim açmayayım. İnsanlar tərəfindən çox Sən qınama edildi. bilirsən ki, mən şeylə söhbət elədim keçən dəfə. Bu Mustafa Güngör var Türkiyədə Abu Zərkanın komandasından. Ondan keçən dəfə söhbət elədik. YouTube-a şeyi də qoyub. Bizim danışığımızı YouTube-a da qoyub hətta. O dedi ki, mən deyir İbn Teymiyənin sistemindən çıxsam, mütləq ki, deyir məşayilərin sistemini qəbul eləyərəm. Mütləq. İbn Teymiyənin sistemi öz içində tutarlıdır deyə dinin cavabları, yəni dinlə əqlin ortaq qərarda, yarı inanc, yarı əql, belə bir şey. Bu sistem tutarlıdır deyə deyir, mən bunu qəbul eləyirəm. Amma bundan çıxsam deyir, mən məşayiləri qəbul eləyərəm təbii ki. O əqlin dediyi cavablar oldu. İbn Teymiyənin sözlərini dedim, birinci dəfə də eşidirdim. İbn Teymiyyə haqqında da maraqlanmamışam ki, hansı sözü var, nə sözü var. İbn Teymiyyə misal üçün sözü var, xoşum gəlir o sözdən. Deyir ki, insan var ki, Allah ondan istifadə edir. İnsan da var ki, Allahdan istifadə edir. Nə bilim. Fərabi bunu deyəndə yəqin hansı situasiyada o bəlkə də nə bilim əsəbi vaxtına düşür. Bəlkə də şey var. 100%. Ola bilir. Bəlkə də nə bilim elə bir söz deməyini istəyir. Hələ qardaş, hələ. Ən azından mən bir dənə bu ən çox da TikTokda çalışdığım bu olub ki, qardaş gəlin bir dənə bu düşünməkdən qorxmayaq da. Bir dənə dindarın yanında bir dənə deyirsən ki, bax heç Allahlar yoxdur, bizi alladıblar. Vay dədə, adamı az qallar daşqalar. Bu dəhşətli bir şeydir. Bugün mənim haqqımda hökmlər gedir, səslər qayda olundu, göndərilir həkimlərə. Buna 100% xeyir olur. Düşüncə inancın düşmənidir, Vüqar. Bax, düşüncə inancın düşmənidir. Burada bir quburi... İnanc yox, kör-körənəliyin. Kör-körənəliyin düşmənidir. Bax, burada bir quburi şey var, etibar. Quburi etibar, Cəfərov etibar. O deyir ki, mən deyir, araya vasitələr qoyaraq, yəni quburilik eləyərək Allahdan bir şey istəyərəm və mən araya vasitə qoyduğuma görə Allah onu digər o dualardan seçər. Deyirəm ki, əgər belə bir şey mümkündürsə, bu hamı üçün keçərli olmalıdır. Başa düşürsən? Bax, biri var bunun uzun yolu, biri də var kəsə yolu. Bunun kəsə yolu varsa, bunun hamının bilməməyi ədalətsizlikdir. Niyə? Sən bilirsən, istifadə edirsən, mən bilmirəm, oturub növbə gözləyirəm, tutaq ki. Hamı bilməlidir. İndi yaxşı, bunu dünyanın heç arasında bil, bunu səndən başqa heç kim bilmir. Ay, Cəfərov. Bunu sən bir də ətrafındakı 10-15 nəfər adam var. Qardaş, bir dənə məndən sənə bir nəsiyyət kimi yox. Mənim yəqin ki, yaşım biraz çox olar. Qardaşım, təbii ki. heç kimin də inancı ilə çox elə narahatlıq eləməyə gərək yoxdur. Yox, mən heç nə demirəm ki ona. Deyirəm ki, bu inanc ola bilər. Başa düşürsən, sən buna niyə inandığını özünə sor. Ancaq inanc. Əsas bir dənə sual var da, bir insan birinci özünə, sonra da bax ona belə şeylər danışan adama bir sual verməlidir. Bir dənə sual verməlisən ki, mən buna niyə inanım? Buna inanmaq üçün bir səbəbim var. Girişi deyirlər də. Hətta bax, mən buna niyə inanım ki, bu şeyə? Bir dənə səbəb var inanmağa. Səbəb yoxdursa niyə inanmalıyam? Əslində çoxu qardaş, belə açıq deyəcəm. Ay belə istəmirəm deyəmi, adam da çoxdur. Evet. Çoxu bu dindarlığın çoxu delat nexuyadan çıxıb ortalığa. İşsizlik, gücsüzlük, bezdelliklik, belə gəlib çıxıb. Hə, düşünmək istəyənlər başqa. Ya malından, varından, karından qorxan. Gedim namaz qılım, Allah'a tanıyım. Arvad uşağım əlindən olmasın, ev eşiyim əlindən olmasın. Belə də bundan başqa mən belə şeylər görürüm.
Assalamu alaikum. Aleyküm salam. Aleyküm Orxan qardaş. salam. Qoşdum ölməsi olmasın. Mən bir 10 dəqiqə bağlamaq istəyirəm. Narahat olmayın. Prosto mən müqayisə, narahat olmaq kayıtlar əlimizdədir. Bir boydu diye göstərəcəyik səni. Tələsmə. Gördün? Deyirəm də kayıtlar öyle getdi. Ya bizim neçə illərdə anladırmışsın. Qardaş, mənə görə mənim tanıdığım Allah bələşçi deyil. Yəni belə deyək də, mənim tanıdığım Allah, qoy biraz da açıq deyəcəm. İnsanlara bələşçiliyi, yalsaqlığı öyrətmir. Bəs qul olmağı öyrədir. Dində qul olmaq anlayışını qəti qəbul eləmirəm. Allah. Sən din qəbul eləmirsən də kişi kimi. Sənə halal olsun. Mən qul olmaq, mən bilsən nəyə qəbul edirəm? Allah şahiddir bu sözümə. Mən azadlıq qəbul edirəm. Din elə azadlıq deməkdir. Azad olmadıqca, bağlılıqlardan qopmadıqca həqiqətə tapanmazsan. Bu sən qul olmalısan, nə dersən? İtaət edin. Heç siz gedin qul olun da. Nə bilim, mən qul olamıram. Ben niye deyir? Peygamber Resulullah'a ne deyir? O elçisi və quludur. Mən sizi əbd sözünü qula vurmuram da, azada vururam, azad. Çünki Peyğəmbər azad insan. Arkadaş, təvabinə şükür. Nə de? Kimə şükür? Təvabinə. Ama ben kardeş fərqi yoxdur. Kim hansı ilahsı olur olsun, mən öz ilahımda rahatam. Ay Orxan qardaş, din bizdən ağla xəyanət eləməyi istəyər. Yo. Mən İndi maraqlı. hamı işte. Və bu Vüqar qardaş da ağlını maksimum işlədir, gəlir çıxır ki, Allah göydə deyil. Baxa nəqli inkar edir. Deyir mən qul olmazsa da olma. Bəs məsələ də orasında ağlı Əbd maksimum sözünü, işləyir. bir dənə buna bir sual verim də, qardaşımsan, dindardır da. Sizin dində belə bir şey var. Deyir, ölün ölməmişdən qabaq. Bu sözü necə başa düşürsən? Ölün ölməmişdən qabaq həqiqəti başa düşür. And olsun Allaha, ölün ölməmişdən qabaq ondan yanadır ki, ölmək o deməkdir ki, bütün bağlılıqlardan qopmaq deməkdir. Buna da azadlıq deyirlər. Ölün ölməmişdən qabaq odur ki, bütün bağlılıqlardan qopun, həqiqəti görəsiniz. Bilirsən də, yəni axirət üçün yaşamalısın. Belə axirətin üçün nəsə eləməlisən. Çünki əlimizdə ayətlər var. Axirət başqa şeydir, biz bir şeydən danışırıq. Bilirsən necədir, rəhmət qardaş? Mən sizin söhbətlərə qulaq asmışam. Sizin gətirdiyiniz dinin əksinə alternativ deyil. Məsələn, din bizə qurtuluşu... Mənim gətirdiyim əgər alternativ olsa, mən onu dərhal tərk eləyərəm. Mənim gətirdiyimin alternativi olsa əgər, mən onu dərhal tərk eləyərəm. Sizin gətirdiyiniz insanlara vəd vermir də, başa dünya həyatı əfsəbdadır. Bunlar deyirəm, bələşdirlər də, qardaş, çıxsınlar orada, gələk bunları avladasan ki, sizə orada cənnətdə banan verədəm, normal qız verədəm, nə edəm, belə-belə Allah keçsin. Vəd ver, vəd. Buradakı gözəlliyin hansı əbəd olacaq? Müvəqqəti yaşayış. Vəssalam. Nəysə, qardaş, mənə çox danışdıq sözümü batırdım. Danışdıqca dindən çıxıram dinin. Danışdıqsa batırsan. Cəmaatın qınağından çəkinirəm, Allah hamd olsun. Ya gərək Nəsimi kimi çıxam, özümü ifşa eləyəm. Onda mən belə başa düşürəm ki, sən namaz qılmırsan. Düz bu. Məndə namaz ağlın vacibatıdır, qardaş, necə qılmıram? Mən şiyəyəm, qardaş, şiyəyəm. Məsələ bir şeydir. Amma siz şiyələrdən dəyərim. Sarsa kimi itə sümiyat, o daha üstündür. Yox, qardaş, mən gündəlik 3 vaxt namazımı qılıram. Deməli, 17 rükət namazdır. Əzan iqamı oxuyuram. Ta nətər deyim sizin arası. Axı sən qəlbində şübhədəsən. Qardaş, ay Vüqar qardaş. Bu mən sənə əmin eləyirəm ki, sən bir dənə Spinoza oxu. Bu dərdlərindən də azad olasan. Hosta getmisən. Tam Nə oxuyum? Spinozanı bax sabahdan başla elə bu gündən başla Yox, Spinoza qardaş, oxumağa. səbrim qalmayıb oxumağa. Heç oxuyamıram. Valla mən sənə
həyatımın təklifini eləyirəm, istəyirsən qəbul eləmə. Mən sənə söz verməyəcəm. Niyə? Mən sənə ağlın pik nöqtəsini tövsiyə eləyirəm. Yəni o məntiq Başa ağıl düşürəm, dediyim başa pik düşürəm. nöqtəsini. Bu elə biləsən, belə. Onu oxu, bu namazdır, oruçdur, iqamət izaddır. Elə dərdlərdən də qurtulasan, tam rahat olacaqsan. Rəşid qardaş. O mənim ağlımın vacibası deyir. Bu Müqad kişi açıb belə sözlər demişdi. Biz elə dediksə zarafat eləyir. Deyir bəlkə Allah yoxdur. O düz danışır, Orxan. O həqiqəti danışır əslində. Həqiqət yoxdur axı. Nədir bunu danışır? O həqiqəti danışır, prosta bəzi içinə arada elə bil inanclar sərpişdirir. Allah yoxdur, dalında nə qədər şey gələcək. Nətər yəni yoxdur? Yaradılışı o da isbat elə ki. Yox, Allah yoxdur demir ki o. Qətiyyən söz qətiyyən demir. Mən Allah yoxdur sözünü deməmişəm o qardaş. Yox, zarafatla demişəm. Allah yoxdur, bilsən nə deməkdir? Mən demişəm ki, əli qolu olan Allah yoxdur. Onu qəbul etmirik də, biz də qəbul etmirik. Bu da nə var? Kitab deyir var axı, ay Orxan. Yəni əl-qol eləsən sən baş, göz, qulaq hamısını eləməlisən çünki vücuda Elə də dayı onu eləyən onu deyir. Onda estağfurullah, o da mən nə etdim də otururum ki, onu Cəhənnəmə göndərən Allah onu niyə eləməsin ki? Yox qardaş, mən elə Allaha and olsun, Allah adamı cəhənnəmə göndərmir. And Yox, olsun Allah. bax, Allaha insanı cəhənnəmə göndərən Allahla əli olan Allah arasında heç bir fərq yoxdur ki, onsuz. İnsanı cəhənnəmə göndərən Allah, sən öz nəfsinlə düşürsən o vəziyyətə. O səni yaratmır ki, səni cəhənnəmə doldurar. Bildim, başa düşdüm. Bax, sənin cənnətə və yaxud cəhənnəmə gedəcəyini kim seçəcək? Tanrı seçəcək. Özü qardaş, özü. Əməlləri. Bildimək kim qərar verəcək bu cənnətə getsin cəhənnəmə? Özü. Orada ayətlər var ki, özün əməl dəftərinə bax və özün qərarını ver. Bax, elə ayətdə var ki, özün bax, özün haqqında fikirləş. Ya sənə bir kimsə nəyə bənzəyir bu? Oğru eləmişəm, polis məni tutub. Deyir, bax, bu işi sən görmüşsən. Sən nə deyirsən? Deyirəm ki, ya, bu işi mən görürüm, məni tutmalısın da, düz deyirsən. O da tutub. İnsan yaxşı, tamam, başa düşdüm. Biz tutaq ki, əməllərimizlə qarşı-qarşıya qalacağıq. Mən bir əməl işləmişəm, əməli işləyərkən pis əməl işlədiyimi düşünməmişəm və heç vaxt da o əməli pis kimi nəticələndirməmişəm. İndi mənim qabağıma gətirib bunu pis kimi qoyanda ki, pis əməldir, deyəcəm, yox, pis deyil, mən bunu yaxşı bilib eləmişəm. İndi burada mən öz əməllərimlə tanış olanda yaxşının pisin meyarı nə olacaq? Onu sən eləyə bilməyəsən. Çünki sənin dilin desə, dərin şəhadət verəcək ki, sənin yalan dediyinə ayətlər var. Yəni sən ayət ola bilər, ayət ola bilər, problem yox. Yəni ki, sən ona ayət ola bilər, mən bilirəm, elə şeylərə ayət var, düz deyirsən. Dərilərin şəhadət verir, hətta dəri belə şəhadət verəcək. Qolların belə şəhadət verəcək, əllərin belə şəhadət verəcək. Yəni o da yalan danışamayəsən. Dərinin ağzı var, ay Orxan. İndi biz dərk eləmədiyimiz bir şeydir də, biz onu dərk edəmirik. Eyni Vəhabinin sözüdür də, dərk eləmədiyimiz əli var da Allah. Çünki Allah deyir, amma biz başa düşmürük də onu. Onu o da görəcəyik. Allah uzarlasın, deyək o vəziyyət. Allah'ın qolu var, xıçı var, kəl ilə yaratdı, görün, etiqad eləndi. İçəl məsələsində mən əşarilər kimi fikirləşəm əslində. Allahdan qorxmursan? Mənim onu gəlmişdir də, mən nətər qərar. Allahdan qorxmalısan, sən Allah əlim var deyir, sən inkar eləyirsən, qorxmursan Allahdan. Ayda onun nə mənadadır? Həqiqi var, yoxsa həqiqətə qüdrət mənasında deyil. Orada o birisi tərəfdə danış, dərini niyə şəhadətin özü kimi götürürsən? Onu da mən nəqli götürürəm də. Mən amma dərk edəmirəm ki, o nə formadadır. O da Vəhabi də sənin elədiyi eləyir də. Vəhabi deyir ki, keyfiyyət vermir. Mən deyirəm ki, ümumiyyətlə bilmirəm nə formadadır. Mən demirəm əli var. Forma keyfiyyət deyil, ay İsmail. Yox, mən keyfiyyət vermirəm axı. Nə də ki, demirəm əli var. Vəhabi deyir ki, əli var, amma keyfiyyətini bilmirik. Mən də deyirəm ki, heç bilmirəm əli var ya yox. Sən də deyirsən danışacaq, amma keyfiyyətini bilmirəm də. Eynən Vəhabiyyət sistemi. Bilmədiyimiz bir şeydir də bu. Nətər özümüzdən şov göstərir. Onda Vəhabin dediyində qəbul elə də, niyə qəbul eləmirsən? Vəhabi deyir axı var. Sən də deyirsən danışacaq da, eyni şey deyirsən, eyni hökmdür də. Danışacaq da, bəli, deyirsə danışacaq. Aleyküm salam Muxtar Sədəf.
Danışacaq. Vəhabiyə irad tutma Orxan qardaş. Vəhabi də haqlıdır. Vahabidə Allahın əli var. Mən bilmirəm də bilmirəm. Mən ağzım bilirəm. Bugün doğrudan da çox gözəl bir söz eşitdim. Bunu da Rəşid qardaşdan eşitdim. Allahın əli, qolu vardır deyə inanmaqdansa Allaha yox demək ondan daha yaxşıdır. Bəli. Yo, elə şey yox. Allahın bəlkə əli var. Nə bilirəm. Bəlkə də hələ bax, sözə bax, bəlkə də. Bunlarda belədir də, bir şeyin o qədər cavabı var ki, o qədər variant var ki, hansını istəyirsən seçə bilirsən də. Rahatsan. Bəlkə də, yəni ki, O xoşuna gəlmədi onu seç, o xoşuna gəlmədi bunu seç. Allahın əli olsun, ikisi sağda olsun, üçü arxada olsun. Yəni seçdə variant çoxdur, o qədər variant var ki. Səncə bu qədər çox variantın içində düz variant ola bilər İsmail? Ay Orxan qardaş. Mən bizə Allah Taala Quran-Kərimdə buyurur ki, məni görmədən iman gətirənlər. Mən də Bir Allahın şeyin ki ehtimalı var, ay Orxan qardaş. O şeyin heç bir qətiyyəti ola bilməz. O şey artıq ehtimallıdır. Şu. Allah ehtimallı varlıq deyil, Allah zəruri varlıqdır. Başa düşdün? Allah ehtimallı olan bir varlıq İbn deyil. Teymiyənin o şey məsələsi ki var, doğrudan da o düzlərlə şeyləri bilmək. O hansı kitabındadır, nə? O necə tapa bilərlər? O İbn Teymiyənin şey məntiqindən gəlir. Bax, bu təkcə İbn Teymiyyə də deyil. Bu deyənlər Məşai məktəbidir. Deyənlər ki, Tanrı cüziləri bilinir. İbn Sinaçılar da, çünki onlar bütün dəyişkənlikləri rədd eləyirdilər də. Onlar Tanrını bütün hansı bir şey ki, Tanrıda məsələn sifətləri rədd eləyirlər. Bilirsən, Tanrıda heç bir sifət yoxdur. Tanrı birdir, təkdir, vahiddir, yəni bölünməzdir, parçalanmaz. Bunları qəbul edirlər. İndi ona görə də məcburdur deməyə ki, Tanrı cüziləri bilmir, ancaq külliləri bilir, ümumiləri bilir. Yəni belə xırda dəyişkənlikləri bilmir. Yox, İbn Teymiyyədən çıxmadı. Bu İbn Sinagilin məktəbinin şeyidir. İbn Sina deyir ki, Tanrı cüziləri bilmir, külliləri bilmir. Ay sağ ol, hə, külliləri bilir, cüziləri bilmir. Çünki Böyle sabah bir İbn Sinacı ilə danışırdım. cüziləri bilmək Tanrıda dəyişkənlik yaradır deyir. Mənim bu qarşıya sualım var. Qarşı. İndi bax, burada Qazali gəlir bunlara rəddiyə verir. Sırf dini mətnlər ki, Tanrı hər şeyi bilir. Yəni bunları dinləşir. İbn Teymiyyə də şeyi nədir onun adı? O küllülər, cüzlər məsələsində eyni fikirdədir. O da başa düşür ki, bu şey yaradır. Nədir onun adı? Dəyişiklik yaradır. Amma o dəyişikliyi qəbul eləyir də Tanrıda. Deyir, Tanrıda dəyişiklik ola bilər, bəli. Amma İbn Sina qəbul eləmir. İbn Sina deyir, Tanrıda dəyişiklik qətiyyən ola bilməz. Qarşı, sənə bir söz deyir. Sina fikri düzdür də, qardaş. İbn Sina cüziləri inkar eləyir də. Deyir, dəyişkənlik yaradır. Deyir var, Dəyişkənlik yaradır Tanrıda. İbn Sina. İbn Sina deyir də cüzilərin bilinməyi dəyişkənlik yaradır. Sən də inkar eləyə bilməzsən axı, dəyişkənlik yaradır da qardaş. O bilgi Tanrıda dəyişkənlik yaradır, o cüzilərin bilgisi. Bu da deyir yoxdur. İbn Sina da deyir ki, yoxdur. İbn Sina bunu nə görə deyib və yaxud da necə deyib və deyibmi? Yəni bunlar var. Mən məsləhət görürəm ki, sən bu aralar kitab oxuma. Sən qarışdırmısan. Mən Hə, qarışdırmısan, pis qarışdırmısan, necə? Heç bilmirəm. Həqiqəti axtaran adam belə olur, Orxan. Həqiqəti axtaran adam başını salıb aşağı mənə nə dedilər qəbul eləyim olmur. Həqiqəti axtaran insan düşünür. Ateistsən də, düzdürmü? Mən bilən siz ateist. Yox, mən ateist ateist olmaq deyiləm. mümkün deyil axı, ağılsızlıq. Sizin əqidəniz nədir konkret olaraq? Mən şiəyəm qardaş. Yox, sən bilmirəm, sən qarışdırmısan, o sən qoyaqlar. Siz nə Rəşid hansı əqidədir? Deyirsən qarışdır bu səni. Mən bir şey əqidəsindəyəm, bir şey. Bir şey nədir? Elə bir əqidə var. Var da bizdə var. Bizdə bir şey var. Bax, gəl mən sənə deyim də, ay İsmail. Sən də məcə başlasın, sən. Orxan, bir şey bir şeydir. Bax, kəsəbildən sonra. Bir şey iki şey ola bilər. Bax, Bir şey iki şey ola bilər. Yox, bir deyilsənsə birdən. bir şey bir şeydir də. Bir şey iki şey ola bilməz. Daş daşdır. Daş həm putulka ola bilməz də. Daş daşdır da. İndi sən mənə hansı şey nədir də tutsun? bax, arkadaş hər şeydə görsən ümumi deyirəm ki, bir şey bir şeydir. İndi sən mənə
o bir şeyi başqa şey eləyəcək, o eləyəcək, nə desəm mən onu qəbul eləməyəcəm. Başa düşdün? Hansı şeylər ki, o bir şeyi dəyişdirib başqa şey eləyir. Misal üçün sən deyirsən, Tanrı insana cəza verir. Misal üçün Tanrı insana sevinir, Tanrı insanı mükafatlandırır. Bax o artıq bir şeyin daxilində iki fərqli şeyin qarşılaşmasıdır. Bax bildin, bir şeyin daxilində iki fərqli şeyin qarşılaşmasıdır. Bir şeyin daxilində iki fərqli şey qarşılaşırsa, dialektika bizə deyir ki, mütləq ki dəyişkənlik baş verəcək. Sənin bu şey dediyin nədir? İki zid qarşılaşırsa, mütləq ki dəyişkənlik baş verəcək. Tez, antitez, sintez. İndi sən mənə bunu deyirsən, sonra da deyirsən ki, Allah mükafatlandıra bilər, Allah cəza verə bilər, Allah cəhənnəmə atır, cənnətə atır, belə eləyir. Yox, sən dediyin şey bir şeyin təbiətinə ziddir. Bu bir şeyi iki şey eləyir, bir şeyi üç şey eləyir. Ona görə də bir şey bir şeydir, qardaş. Ay qardaş, bu şey şuradan çıxamdır. Bu sənin bu şeyin nədir bu şey? Nədir? Yəni bu şey nədir qardaş? Şey bilmirsən nədir qardaş? Bir şey. Şeydə indi bu nədir? Bu şeydə Allah var ya, yoxdur. Sən nə təbii başa düşürsən odur. Misal da çəkin. Bəqədər adı şey şu əqədəsi qoya bilərik. İstəyirsən qoy. Bu nə qədərdir qardaş? Təzə çıxdı burada. Vüqarəmin, sən şey şu əqədəsi. Mən bunu səndən danışmağa məcbur deyiləm, Orxan. Sən bunun fərqindəsən. Başa düşəndirəm, axı nədir bu? Bax, məsələ də burasındadır ki, başa düşə bilmirsən də. Çünki sən inanmağı seçmirsən. Sən başa düşməyi seçməmisən. Sən başa düşməyi seçsən, çox da qəşəng başa düşərsən. İnanırsan ki, misal üçün, dində peyğəmbər belə gəldi, kitab belə getdi, hədis, sən belə şeylərə inanmağı seçmirsən. Mən deyirəm ki, inanmaq yox, dərk eləmək lazımdır bir şey, dərk eləmək. Bunu həqiqətən qavramaq. Belə rahatam da qardaş. Sən bana rahat Gördün nədir? Deyir, dərk eləmək lazımdır, inanmaq yox. Bu rədd eləmir ha onları. Tuta bilmirsən söhbət. Sən çox şey dərk edəməsən. Nədə? Mən dərk eləyə bilmədiyim heç nəyi qəbul eləmirəm, qardaş. Sən niyə qəbul eləyirsən ki? Dərk eləmədiyim bir şeyi qəbul edirsən. Ruhun. Mən bilmirəm sən ruh deyəndə nə nəzərdə tutursan. Ruh da insanı idarə edən nəsə bir şey. Saat çox gec oldu həqiqətən. Mən canlını bağlayım, yatım. Heç də qardaş, inşallah mən birkaç şeyə gün bir dənə korkutacağım. Tələsmə qaç. Sən insanda ruh var deməklə, Orxan qardaş, sən insanı iki şey eləmiş olursan. Xəbərin var. Yəni sən deyirsən ki, insan bir şey deyil. İnsan iki şeydir. Həm bədəndir, həm ruhdur. Ona görə məntiqsizdir. Bunu mənim qəbul eləməyimi gözləmə. Qardaş, mən şeyi qəbul eləmirəm. Sən şey qəbul edə bilməzsən onsa, qardaş, inanmaqdasan. Nəsə, öpürəm, gecəviz xeyrə qalsın, sabahınız xeyir, hələlik özünüzə müvəffəq olun. Və qarşı tələsmə, dayan. Qardaş, mən şiyəyəm, bax deyirəm. And I think, I'm sorry to say, I think you demonstrated it in your last answer as well. I think people are sick to death of when stories like this come out. Someone like Jess Phillips saying, oh, I've not read the literature. She's on an interview to talk about it. She says, I've not read it. Or she says, there's an awful lot. It looked as if she was doorstriped. But it doesn't. She says, look over there. Oh, it's all men. By the way, we don't say it's all. In any other kind of context, we never say it's all Muslims. We say it's a minority of people who have an extreme view. But when it comes to this, we say, oh, all men, by the way. That's just another gripe I have. But secondly, you did it as well in the last part. You know, it's only 20% of people in prison who are foreign nationals. That tells me that we would have 20% less crime against women, which is awful, if we had 20% fewer foreign nationals here that shouldn't be here in the first place. People are sick, and I know you're better than most, Barry, and I'm not trying to knock you particularly, but people are sick of when our politicians, our elected officials, literally bring out a leaflet saying it's about asylum and the way in which people who are coming here with asylum might commit rape, and then people say to those elected officials, gosh, there's a problem here with asylum and rape. Oh, no.
No, there isn't. Or look over there, or look at the foreign nationals, or look at Poland. But look, Christopher, They're sick of it. Look, you can't have it both ways. You can't, on the one hand, be saying, for the past month after month, you've been saying that there's a cultural issue here, and when the Home Office suddenly comes out and says there are cultural issues we've here, been told that there isn't. Denying there's a cultural issue. We've been told you're racist for saying that. That's wrong. Sorry. It's not a cultural issue. And then the whole time the Home Office is like flipping out. There's a massive cultural issue. Let me be very clear. Okay, I have never ever accused anyone of being racist. A lot of your for saying- colleagues have. and a lot of my colleagues have not. Right? So just get that straight. You said my rhetoric was divisive. We're friends, okay? Yeah. We talk well out the back. Me and Barry are friends. You said my politics is divisive. Now, if I'm going to be labelled as divisive for not wanting rapists, terrorists and kiddie fiddlers or whatever in this country, I'm proud to be divisive because I am here to try and shake things up. I've been given a voice. I'm a normal man on TV. I've got a big platform. I will be as divisive as I have to be because it's the lives and the rights of our women and girls in this country. And we should have more rights than foreign men, and that isn't the case. Just want to say on one thing, just a minute, because this is something. When people are reading these documents and they see it now and they see that this is basically an acknowledged fact by the Home Office, etc., and then the policy, how do we think that people of Piddington feel, or Linton-on-Ouse, or Crowborough, or wherever else, knowing that their villages are about to be used to house upwards of 1,000, 1,250 illegal migrant men who will only have just arrived in the UK. They are there in part to be processed. They will have been in the country about 2 or 3 days in some cases when they're put in their villages. And how can any government seriously do that to any of their citizens, knowing that there's even that level of risk? I don't get it. They are holding a gun to the head of the people of Piddington and forcing them to play Russian roulette. It is morally wrong. I mean, I seriously do not know how they can sleep at night because they clearly know that this is dangerous for the people who are being exposed to this. But also, I mean, we lose track of these people when they come into the country. We don't know who they are or where they end up. It is forcing other people to play Russian roulette. You're playing Russian roulette with other people's children. It's immoral. It's one of the biggest scandals of our lifetime, this is. And we will look back in 30, 40 years and wonder why people didn't stand up and didn't speak out. At least I can look in my daughter's eyes and say, Daddy tried. Because this is terrible, what's going on. Can I ask just a final question? Has anyone ever had to go to a foreign country and be told that rape is not allowed? No. That's the point, isn't it? That is just simply the point. And so that nonsense about sort of looking up from Tris Osborne. Oh, we all look up different things about other countries. No, we don't look up. We don't look up whether we're going to enjoy moussaka. You know, he's saying that we look up what the age of consent is. It's also not true that the general population in Britain needs to be told that you're not supposed to have sex with children. Okay. Yeah. All right. Look, we might return to this when we get the front pages too and all of that stuff as well. So there we go. But look, coming up, yes, Harry and Meghan are returning, aren't they? But there's been a big development today. £9.5 million. Prince Harry has to find that cash by the end of the week, I think it is. So we'll talk about whether or not we think he's got it. That's next. From cold mornings to warm family brunches, from football to tennis in the car, in the kitchen. GB News Breakfast is there with the stories you need and the conversations that matter. Anyway, let's talk business. Well, it has been a historic night in British politics. It's astonishing, isn't it? We're here again. To start your day just right. GB News Breakfast. Every morning from 6 a.m. Only on GB News. Britain's news channel. Breaking news, live updates, stories that matter. From the heart of the GB newsroom to every corner of Britain, with our team of dedicated journalists across the UK. GB News Bulletins are there to deliver the latest news that matters to you. Bulletins on GB News, the People's Channel, Britain's news channel. You want to know what's really going on in the corridors of power? Labour don't know what to do with you half the time, and that makes you quite lethal in the chamber. Get behind the headlines with Chopper's Political Podcast. Join me, Christopher Hope, as I sit down with the great and the good of British politics. We'll see where this ruling takes us. These are the stories shaping our nation. Chopper's Political Podcast, available now on all platforms. Listen in and stay ahead. From
From the school run to the home run, watch a new show for all of Britain. So he can say whatever he wants. A straight talking show where all voices are heard. And, you know, when are we going to stop talking about smashing the gangs and actually do it? With the stories that matter from every part of our country. There's a bit of a crash landing there for your Chancellor. Bold, fearless and standing up for you. That's me, Martin Daubney, 3 p.m. till 6 p.m, weekdays, here only on GB News. The People's Channel, Britain's news channel. Hi, I'm Michelle Dewberry and my show is your opportunity to cut through all the noise and dive in headfirst to some robust debates. Ideas clash. Situation, No, Because the failure is... You're deliberately avoiding my point. Nothing's held back. And if you think this is the end of it, wait for more. And we do not shy away from the difficult stuff. Sometimes I want to shake people and say, if only you understood. So join me on Jubes & Co weeknights at 6 p.m, only on GB News, Britain's news channel. At GB News, we love to hear from you, our loyal community. So drop us a line at gbnews.com/your say. There you can talk to each other and also to the presenters live on air. gbnews.com/your say, because GB News is your channel, Britain's news channel. Join me, Nana Akwe, for an informative, interactive news programme with a difference. It's fun. No, he didn't say that, Dave. I'm so surprised. I think there's an element of truth to that. Join me from 3 p.m. every weekend, only on GB News, Britain's news channel. All right, welcome back. So Prince Harry and 6 other high-profile figures have been told today that they're going to have to pay the Daily Mail's publishers more than £9.5 million after losing their High Court case. The group, including Sir Elton John, Baroness Doreen Lawrence, sued Associated Newspapers over allegations of unlawful information gathering. They lost that case. In fact, they didn't just lose it, they had that rear ends handed to them on a plate by the judge. Absolutely everything that could have gone wrong for them went wrong for them, and now they're on the hook. And tomorrow's Times is leading with Harry and celebrities could face £34 million bill. The first instalment of that, £9.5 million. And yeah, there's no cap on total costs. So I mean, this is big. Just keen to get your perspective on this, Emma, as a woman, because I was talking to Emily about this earlier at home, and she said, if I'd have gone to court over something